Salamlayıram əziz dostlar. Sizləri bir gün ayın 26'sı İnsan Hakları Məhkəməsinin qarşısından bəli, bəzi şəxslərə bu fikrimi, bu sözlərimi bildirmək istəyirəm. Avropa İnsan Hakları Məhkəməsində də bəyan etdim ki, Azərbaycan dövlətimizdə siyasi məhbus yoxdur. Siyasi məhbus anlayışı da yoxdur hətta. Bəli. Deməli, mən sizlərə bu fikrimi bildirmək istəyərdim ki, çox təəssüflər ki, Azərbaycan dövlətimizdə dırnaq arasında olan bəzi radikal müxalifət hansı cinayəti törədirsə, cinayətə, məsuliyyətə cəlb olunursa, ondan sonra başlayırlar sosial şəbəkələrdə söyləməyə ki, bu şəxs siyasi məhbusdur. Siyasi məhbus nə deməkdir? Azərbaycan dövlətində siyasi məhbus yoxdur. Mən Avropa İnsan Hakları Məhkəməsində də bunu söylədim və mənim sözümlə razı oldular. Bu şəxslər cinayət törədir. Hansısa bir cinayəti törədir. Bunun polisində istintaqı var, istintaq araşdırması gedir, təhqiqatı var, məhkəmə var, məhkəmə istintaqı aparılır və məhkəmə hökm çıxardılandan sonra ki, həqiqətən bu şəxs cinayət törədib, cinayəti sübuta yetirilib, bu azadlıqdan məhrum olunur. Azadlıqdan məhrum olandan sonra başlayırlar sosial şəbəkələrdə yazırlar qoymağa ki, bu şəxs siyasi məhbusdur. Bu şəxs siyasi məhbus. Bu siyasi məhbus nə deməkdir? Bu şəxs hansı cinayəti törədirsə, bu cinayəti sübuta yetirilirsə, bu şəxs azadlıqdan məhrum olunursa, bu nə cür ola bilər ki, siyasi məhbus? Ona görə Azərbaycan dövlətimizdə siyasi məhbus yoxdur. Gözəl Azərbaycan xalqı. İnanmayaq, bu cür şərəfsizlərə üzr istəyirəm. Bu cür yaltaqlar var ki, Avropanın yaltaqları, Avropanın çörəyini yeyirlər. Azərbaycan dövlətimizi təhqir, tənqid, şər, böhtan atırlar. Avropa birinci öz daxili qanunlarına baxsın. Özü Avropa bəzi işlərini özləri bir ələkdən keçirdərək bir sağlarına, sollarına baxsınlar. Ondan sonra Azərbaycan dövlətimizə nəyəsə müdaxilə etsinlər. Azərbaycan dövlətinə müdaxilə etmək ehtiyac yoxdur. Azərbaycan dövlətimizin daxili qanunları yüksək səviyyədə işləyir. Xalq üçün, vətəndaş üçün, turist üçün də, hətta dövlət üçün də. Bəli, budur Azərbaycanımız. Hansısa bir şəxs cinayəti törədəcəksə, hansısa şəxs nəsə edəcəksə, nəyə görə, nə səbəbə görə buna siyasi məhbus desinlər. İnandırım ki, bizim hüquq mühafizə orqanları əməkdaşları çox ayıq, sayıq, yüksək səviyyədə cinayətkarlığa qarşı mübarizə aparır. Avropa söyləyirik. Biz burada Avropada maşınımızı açıb qoya bilmirik. Bilirsiniz nə qədər cinayətkar şəbəkələr var burada? Nə qədər cinayətkar şəbəkə cinayət törədir? Hüquq mühafizə orqanları buranın o cinayətkarı bəlli edə bilmir, tapa bilmir. Ancaq Azərbaycan polisimiz inandırım ki, və yaxud da Azərbaycan hüquq mühafizə orqanları əməkdaşları yüksək səviyyədə cinayətkarı taparaq məsuliyyətə cəlb edir. Budur Azərbaycan dövlətimiz. Bir daha da burada təkrar edirəm, bəyan edirəm ki, Azərbaycan dövlətimizdə siyasi məhbus yoxdur. Boş-boş sözlərə, saxta, radikalın, müxalifətin sözlərinə, fikirlərinə uymayın. Eşq olsun
mənim vətənimə, dövlətimə. Bəli, mənim dövlətim var, dövlət rəhbərim var, mənim hüquq mühafizə orqanlarının əməkdaşları var. O da xalqına, millətinə işləyir. Bugün Prezident İlham Əliyev xalqının yanında.